Teymur dövləti necə yarandı və necə süquta uğradı, sizə ondan danışacağam. Teymuri dövləti yaradıcısı Türk dünyasının böyük fatihi olan Əmir Teymur da 1336-cı ildə Çağatay ulusunun Barlas qəbiləsindən doğulmuş. O hələ zaman yaşlarında da döyüşməklə də arası vardı. Ondan örnək götürən də Səmərqəndin gələcəkdəki hakimi olan Hüseyn xan da ona da örnək olmuşdur. Onunla birlikdə Çağatay hakimlərinə qarşı vuruşmuşdur. Uğursuz olsa da eyni ilə də Çağatay xanlığının Səmərqəndi ələ keçirtməkdə uğursuz oldu. Yəni Səmərqəndi də ələ keçirmək uğursuz olmuşdur. Daxildə Əmir Hüseyn və Teymur ölkəni birlikdə idarə etməyə başlamışdı Çağatay xanlığına da. İdarə eləyəndən sonra çox keçmədən 1370-ci ildə Teymurun qələbəsi olan müttəfiqlər arası döyüş olmuşdur. O döyüşdə də Teymurun qələbəsi oldu. Teymur dövlətinin də yaradılışı da oldu. O yaranandan sonra onun məqsədi güclü dövlət olması, həm də feodal dağınıqların yerber eləməsi idi. Hakimiyyətin ilk illərində onun fəthləri də olmuşdur. İlə Toxtamış xanı da hakimiyyətdən çıxartması da olsa da, yəni Qızıl Ordunun hakimiyyətini çıxartması olsa da, həm də Toxtamış xanla arasında müharibə olmuşdur. O müharibədə də 1395-ci ildə Dirək çay yaxınlığında da Əmir Teymur qazanmışdır o döyüşü. O döyüşü qazananda Teymur Qızıl Ordunun zəngin ərazisi ilə Şərq vilayəti də ələ keçirməyə başlamışdır. Eyni ilə də imperiyanın daxili siyasətində Teymurun müharibəni çox amansız idi. Çingiz xanlar fərqli olaraq o yürüyüşü iqtisadi məqsədli ilə güdürdü. Ölkənin iqtisadiyyətini inkişaf etdirmək üçün ələ keçirdiyi ölkələrindən bacarıqlı və seçilmiş sənətkara ölkəsində gətirdi. Eyni ilə də Dehli Sultanlığı da taxt savaşları həm də müharibələr içində də olurdu. Fürsətdə istifadə edərək Əmir Teymur da oranı ələ keçirdi. Həm də fillər də eyni Hindistanda ədəbiyyatlarla zəngin olan ölkədir. Orada da bir çox zəngin olan aid bir şey götürərək öz ölkəsinə gətirdi. Həm də Ankara savaşında Bayezidin məğlub olma səbəbilə fillər oldu orada da. Eyni 1402-ci ildə Bayezid arasında Əmir Teymur olmuşdu. Onlar bir-birlərini qırandan da döyüşdə də Əmir Teymur qazanmışdı. Həm də Bayezidə də çoxları xəyanətə uğramışdı Bayezid. Həm də əsir götürmüşdü Əmir Teymur onu. Həm də bu da Avropanın da fürsətdən istifadə edərək eyni ilə də bir çox hücumlarda eləmişdir Osmanlılara qarşı. O vaxtda da parçalama dövrü yaşayırdı Osmanlılar. Əmir Teymurun zəifləməsi, süquta uğraması. O Çinə gedərkən o xəstəliyin nəticəsində də vəfat eləmişdi. Vəfat edəndə Əmir Teymur varisləri olan oğlanları da Şəhrux da vardı. Həm taxt mübarizəsi oğlu Şəhrux qazanandan sonra paytaxtı Herat şəhərinə köçürtmüşdür. Azərbaycan Qaraqoyunlu dövləti də silah hal-hazırda Osmanlı və Qızıl Ordu dövlətləri ilə də normal münasibətlər qurdu. Şəhrixin ölümündən sonra da yenə də zəifləməyə başladı. Həm də Qaraqoyunlu həm də Qara Yusif arasında döyüşlərdə də Teymur dövləti iki kişidə məğlubiyyətə uğradaraq 1507-ci ildə də Səfəvlərin himayə etdiyi Teymuru hökmünə taxtdan saldı və Xorasana ələ keçirdi. Ondan da Teymur dövləti də süquta uğradı. Uğrayandan sonra Şeybani dövləti də olmuşdur. Şeybani dövləti yaradılmışdır. Əgər bunun kimi videolar gəlməsi istəyirseniz aşağıda like atıb abunə olmayı unutmayın.